Salam əleykum, hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar. Cəmaət deyirəm, Mərdəkana istirahətə gəlir, biz çəkilişə gəlirik. Niyə? Ay ki, bu bizim işimizdir də. Yəni, sualım var komandası ilə, hələ ki istirahətə çox var, bəlkə də heç yoxdur. Amma biz bugün yenə soruşacağıq, çünki işimiz, gücümüz budur. Bugünkü sualımız belədir, hörmətli tamaşaçılar. Şəhər toyu yaxşıdır, yoxsa kənd toyu? Görək Mərdəkan əhli buna nə cavab verəcək? Özlərinə layiq cavab çıxacaq, yoxsa yox? İzləyin, şahid olun, sualım var, başladı. Eləmisiniz də övladlarınıza. Şəhərdə eləmisiniz, yoxsa kənddə? Burada var, Mərdəkanda. Kənddə eləmisiniz. Sağ ol. Nə kimi köməkliklər olub, bax sizə? Pul. Real götürək də. Pul. Puldan başına köməkliyi olar. Toydan qabaq, yoxsa toy günündə? Toy ərəfəsində. Ha, gəl. Ərəfə deyərlər. Ha, toy ərəfəsində belə deyək, maddi kömək olur ki, bəlkə nəsə çatışmamazlıq olar. Və nə olur, palatkada olur, yoxsa burada da var o şadlıq sarayları? Bizdə şadlıq sarayı yoxdur. Şadlıq sarayı bilirsiniz, bu qazanc yeridir. Qazanc yeridir. Sən bura maya qoymuşsan, bunu tikdirmişsən. Mən burada pul əldə etməkdən ötəriyim. Bunu belədir. Gəlirdən ötəridir. Şadlıq sarayı. Ancaq ki, toy belənçi mağarı, rayonda mağarı deyirlər. Bizdə toyxana deyirlər. Ağsaqqal, onda belə deyək də, kənd toyunda bərəkət var. Ya, başa sualdır. Yox, kənd toyunda bərəkət var da. Bəli, var. Çünki köməkləşmə var. Bəli. Və salam da, mən də bunu öyrənmək istəyirəm, sağ ol. Adınızı deyirsiniz? Sağ ol. Gəl bura, salam əleykum. Necəsiniz, nə var, nə yox? Gəl qədəş, nə inirsiniz? Salamatçılıqdır. Allah sağlıq eləsin. Bax, bugün sualım var, Mərdəkandadır. Belə bir sualla çıxıb. Adınız nədir? Əhliman. Əhliman qardaşım. Şəhər toyu yaxşıdır, yoxsa kənd toyu? Kənd toyu. Niyə kənd toyu? Kənd toyular şən keçir ona görə. Bəs şəhər toyları ağlaşmalı keçir? Lezzət eləmir də olar. Necə məsəl üçün? Gedmişsiniz də şəhər toyuna. Ən çox şəhər toyunda olmusunuz, kənd toyunda? Kənd toylarında. Çünki buradasınız. Ha.
Yaxşı, biraz açıqla da belə o fərqlərini açıqla. Niyə yaxşıdır? Fərqi birincisi odur ki, girirsən içəri, burada belədir ki, palatka toylarında olur o. Palatkada olur da, yaxşı keçir, şən keçir. Şəhər toylarında, restoranda baxmana qədər olmasa ləzzət eləmir. Onda belə deyək də, palatka toyu, yəni kənd toyu, belə loru dildən desən, rus demişkən Soyski keçir. Yəni belə hərəkət eləyə bilirsən. Orada eləmək olmur. Amma şadlıq sarayında belə Oturursan, hamı mədəni, belə ha, qalsıqla filan. İndi bax, Soyski necə hərəkət eləyirsən palatka toyunda? Nə ürəyim istədiyim hərəkət edirəm. Nə edirsən məsəl üçün? Yəni hamı kənd cəmaatı da hamı bir-birini tanıyır. Hə. Zarafatımız, deyib gülməyimiz. Yəni şən keçir də toy. Dava olur, Yəqin. çox olur. Yəni olanda O olur da. toy olur ki, orada heç olmasa dava olmasın. Olur. Davasız. Hə. Daha toy olmadı ki. Dava olmaz, toy olmaz. Yo. Bəs bu yazıq, bəs Toyun bəy... lezzeti davadır da. Yiyip içip çeksinler birbirine. Ya o toy yazxanadır be ya. Toyxanadır. Vallahi da. Yaxşı. Ha, Bəs buyur. ağsaq adı nədir? Vaqif. Vaqif. Bəli. Vaqif kişi. Aynen. Şəhər toylarında bəs o dava niyə olmur? Şəhər toylarında o arvadı ilə gedir. Arvad yanında cımcıqlayır, onun kisəsinin çıxmasın. Kişi də qorxudan danışmır. Bu kənd toyları belə ki, arvadsız gəlir. Şəhərdə danışa bilmir axı. İndi əksəriyyət kişilər qorxur arvaddan da, hələ də yox. İndi kənd toyunda qorxmurlar. Yox, kənddə qorxu yox. Özü gəlir. Özü gəlir, tək gəlir. Yeyir, içir. Ha, toy harvız, yeyir, içir, keyfi kök. Gələndə toya olur nəsə belə. Belində, bəzisində olur, bəzisində yox. Əvvəldən gezdirər, hələ öz işində olur, saxlayır yanında. Vaqif ki, neçə yaş var? Mənim 70, 70 yaş var. Ən çox kənd toyunda olmusu şəhər toyunda. kənd toyunda. Yəni kənd toyuncusu lap ləzzət edir. Şəhər toyu ləzzət eləmir də. Bağlayıb qapıları oturub içərdə. Nə oxuyanı özü ki yığıb bir qəbirstanlıq. 20 dənə də çalan olar. Nə çaldıqlarını başa düşürsən, nə oxuməklərini. Ləzzət eləmir. Kənd toylarında olur 3 nəfər oxuyan çalar, 3 nəfər də o tərəfdə. Bax, başa düşürsən, gözdə açıqlıq, ürəyin açılır. Orada salır səni içəriyə, qapılar da bağlı restoranda. Qəfəsə salır və salam. Qapı üzrə. Fərqi çoxdur. Nəsiz siz nəsiz çalan belə türkü Bəli, məsələ qarmon çalana. qarmon. Bəli, kəndin toylarını Neçə çalıram. ildir çalırsınız qarmon? 5 ildir. Ancaq kənddə. Kənddə də çalıram, şəhər şadlıq evlərində də çalıram. Hə, yəni bir Hamısında dənə çalıram. qarşılıq eləmir, bir dənə. Orada da çalırıq, burada da çalırıq. Şəhərə çox çağırırlar kəndə. Əlbəttə kəndə. Neçə ildir belə Kənddə 35 ildir sənətdəyik. ancaq qarmon. Bəli. Yaxşı. Deyirsiniz ki, şəhər toyu, kənd toyu müqayisə eləyəndə Bəli, bəli. hansında daha çox tərəfkeşlik var? Əlbəttə kənd toyuna. Niyə? Kənd toyu buzlu, bərəkətlidir. Kasıb-küsub üçün rahatdır. Şəhər toylarına gedirsən 50 dollar, 100 dollar salmalısan şadlıq evinə. Kasıb-küsubdur, imkanları yoxdur. Kənd toyu belədir ki, gəlir 10 manat, 15 manat, 20 manat salır. Qarnımız da ağıllı başlı doyur. Şəhər toylarındadır ki, elə salatdan, malatdan başqa heç nə görmürük biz. Kənd toyunda onda hər şey svejidir. Əlbəttə ki, 400 kiloluq heyvanı kesirik. 2 gün, 3 gün kənd cəmaatı hamısı yığılır, hamısı gəmbol yeyir, içir. Hamısı da razı qalır. Toy yersi üstündə axırda görürsən ki, 5 manat, 3 manat qalır da. Bəs yaxşı, qarmon ifaçısı kimi necədir kənd toyu? Əla. Əla. Yəni. Şadlıq evlərində 10-dan 12 dənə şirvandan artıq şadlıq evi müdirləri pul vermirlər. Kətdə Kənddə əlbəttə düşür də 10 manat, 20 manat, 30 manat. olur belə. Əla. Zakasımız da olur. Lap əla olur. Nə var, nə yox? Sağ olun. Necəsiz? Çox sağ olun. Yaxşı olun inşallah. Sizə nə deyirlər? Sərpayə deyirlər. Bəli, kəndin Mərdəkan kəndinin sərpayısı. Bu sizin klişkavızdır. Xeyr, bunu mənə kəndin ağsaqqalları bu vəzifəyə təyin ediblər. Vəsiqəviz var. Yox, vəsiqə yoxdur. Ancaq ki, bizdə kənddə ancaq ağsaqqalların məsləhəti ilə necə deyirlər, bu toylara həvalə olunur bizə. Bunu da mənə həvalə edir. Sərpayə neyinir? Bütün toyun gedişatını nəzarət eləyir. Başdan Düz axıra kimi. neyinir? Yazı, pozu. Yox, yazıb pozmur. Cəmaatı.
hörmət izzətlə toyxanaya dəvət edir. Qayda qanun. Bəli, ağsaqqalın, qara saqqalların öz yeri var. Ağsaqqal toyxanada yuxarı başda oturmalıdır. Cavanlar onlardan aşağı yerlərdə əyləşməlidirlər. Yaxşı. Şəhər toyunda olmusunuz. Bəli, Şəhər toyu yaxşıdır yoxsa kənd toyu? mən özüm 25 il Mərdikanın toyunun necə toylarını çalmışam. Özüm klarnet çalan olmuşam. Hal-hazırda da mən özüm Gənclər Teatrı ilə işləyirəm, İrəvan Teatrı ilə işləyirəm. Yəni bu mənim sırf bir vəzifəmdir. Ləzzət alırsınız. Ləzzət alıram, bəli. Sonra da ki kənd toylarını, Bax, belə bir şey olub. Adınız nə idi? Əhməd ağa. Əhməd ağa kişi. Bəli, Hansısa toyu belə yaxşı aparmaq üçün. bəli. Belə nizam, intizam, qayda, qanun. Kişi kimi. Nə qədər verirlər bax belə? Sərpayıya. Ha. Yox, bizdə sərpayının. Qabaqcadan görürlər, gizlin görən yoxdur. Xeyr. Çünki sərpayılar üçün ev yesi bir dənə xonço tutur. Üstünə də bir dənə yaxçı, qəşəng, bahalı köynək. Bu sərpayının haqqıdır. Sonra başqa İmkanı əlavə olan verir, imkanı olan vermir. imkanı olmayanda yaxın durursa, Bizim üçün fərqi yoxdur. Yəni imkanlı, imkansız bizim kənddə bu belə şeyləri yoxsa əgər yaxın durmasan imkansızsa kənddən qovarlar. yox, xeyr. Yəni ki bizim kənddə, bu kəndlərin içində sayılıb seçilən kəndlərdəndir. Özü ağsaqqala, qara saqqala hörmət olunan kənddir. Yəni bizdə cavanlarımız da toylarda özlərini aparmayı bilirlər. Yəni onlara demək lazımdır. Bizim indi kənd, yenə deyirəm ki, kəndlərimizin arasında seçilən kəndlərdir. Ancaq ki, cavanlar öz yerlərini özləri bilirlər. Əhməd ağa belə toyun sərpayısı olanda cavanlar gəlir belə deyir. Məsəl üçün ki, Əhməd ağa burada da öz-özü yığışdırıb. Yox. Bu yəni toyxananın sərpayısı olanda sərpayısı. Yəni bilirlər ki, rast toyxananın sərpayısı var. Deməli hər kəsə bilir ki, nə etməlidir. Onda yaxşı. Ola demək lazımdır, özləri bilirlər. Qısa konkret şəhər toyu, kənd toyu. Can qurbandır kənd toylarına. Halaldır. Sağ olun. Salam əleykum. Hər vaxtınız xeyirli olsun. Adınız nədir ağsaqqal? Asif. Asif. Asif Məmmədov Şuşadanam. Ay maşallah, ay maşallah. Kənddə burada vəziyyət necədir? Yaxşıdır, yox, sağ olsun. Dövran yaxşıdır. Yox, yaxşıdır. Nə yaxşı, hörmət eləyirlər. Çox. Buranın deyir cavanları çox mərifətlidir. Çox qanacaqlı insandılar, çox. Bax, gələndən neçə illərdir bizə hər üzünə hörmətdir. Bax, deyir, ağsaqqal, cavanları cavan. Bax, belə, çox belə mərifətli, qanacaqlı insanlarmış bunlar. Vallahi Allah. Neçə ildir buradasınız? Mən düz 94-dən buradayam. Artıq buralı olmusunuz. Uca buralıyıq. Da o binada oluruq, o Qaranquşun o binasında. Bir də yerləşdiriblər bizi. Çox belə insan adamdılar. Mənim onlardan xoşum gəlir. Az kişi neçə yaş var? Mənim 76 yaşım var. 76 yaş. Bəli. Can sağlığı sənə, uzun ömür, belə xeyirli ömürlər qismət olsun. sağ ol. Amma bugün sualımız belədir ki, Bəli. bax neçə il buradasınız da. Bəli. Şəhər toyu yaxşıdır yoxsa kənd toyu? Valla buradakı şəhər toyuna baxanda düzü də, açığı deyirəm mən. Şəhər toyuna gedəndə ücə hesablayırsan ki, bir 50 dollar ya 100 dollar qoysan cibinə. Amma burada gedirsən, ürəyin istəyir 10 manat sal. Ürəyin istəmir salma ki, deməzlər ki, məsəl üçün bu niyə gəldi, bu niyə getdi, bu müftü, belə insan kimi adam. Onca danışmazlar. Yox, danışmazlar. Yox, çox mərifətli adamlardır. Qanacaqlıdır. Bax, insandılar. Bax, bizim o qonşuda orada mağar qururlar. Camaat gedir də, oturur da, bax, çörəkdir, yeməkdir, qoyurlar, qəşəng, açar, yeyib. Durursan, ürəyin istəyir 5 manat sal. Ürəyin istəyir, yoxundu, sağ ol, da özə deyirlər, sağ ol, çox sağ ol, eləyib adamı belə hürmətlə də yola salırlar.
Yəni yeyirsiniz, içirsiniz, deyirsiniz ki, Allah xoşbaxt Ay, eləsin. sağ ol, Allah xoşbaxt eləsin. Allah da oğullu qızlı eləsin. Bax belə elə deyirik ürəyimiz tutur getginən heç bir şey. Hələ Vallahi mən belə fikirləşirəm Asif kişi ki, o Bəli. indi insanın qulpundan çıxan deyirsiniz Bəli, ki, imkanı bəli, varsa nə verir. Bəli. Amma ən yaxşısı da mənə elə gəlir odur. Bəli. Çünki yeyirsən könül razılığı ilə Hə, da bəli. deyirsən ki, Allah xoşbaxt Hə, eləsin. hə, Amma o- o şəhər toyuna gedib o Hə, borca xərcə girib Ay 50 sağ- dollar, ay 100 sağ- dollar ay verirsən, sağ- o ay deyirsən sağ. ki, əşi bu hardan məni tapdı. Amma burada gedəndə istəyirsən 10 nəfər, 5 nəfər getginən. Çıxırsan, ürəyin istəyir bu 5 nəfərin içində çıxartginən 10 manat al, 20 manat al dinən, ürəyin öz mərfətinə görə, qanacağına görə də toy yersi deməz ki orada. Niyə sən 10 manat aldın ya bilmə. Ay xoş diyor, ay hələ bir xoş sifətinə də yola salırlar adamı. And olsun Allaha. Vallahi Asif kişi, belə dediniz mənə elə kənddə yaşamağım gəldi. Əşi vallahi indi şəhər yaşanası deyil. Gələ qaçıb ham gələcək bu kəndlərə. Şəhərdə dəvətnamə verirlər. Vay, ürək fikirləşir. Ürək tutur. Hə, fikirləşirsən ki, mən bunu pulu hardan alacağam? Ya 2 nəfər, 3 nəfər. Amma burada hələ ürəyin istəyir ki, onun toyuna gedəsən bir siz oturub bir 10 manat, 20 manat da salarsan. Da yoxsa belə olmaz. Şəhərə getdin, girginən, otuginən, çıxanda gərək o pulu verəsən. Yazılasan ora. Bu. Amma burada istəyirsən yazıl, istəyirsən yazılma. Hələ toy yersidə bir hörmətlə adamı yola salır. Onda xülasə kənd toyuna alqışlar. Alqışlar, valla alqışlar. Özdə açığın demək, bu kənd cəmaatı. Bax o böyük ağa var burada, bax o bizim qonşularda zətdə. Hamısı səhər adam görəndə elə insan kimi adamı Salam əleykum. Salam əleykum. Elə qarşılayırlar ki, deyirsən ki, elə bu adamın doğma qardaşıdır. Var olsun o kişilər valla. Sağ ol Asif kişi. Sağ ol. Can sağlığı. Mən də sağ can sağlığı arzulayıram. Çox sağ ol. Çünki niyə? Pastayanla güdürəm ki, Xəzər hava başlayır, o ki gəzirsən. Mənə böyük bir haqqıdır. Bütün o jurnalistlər kaş sənin kimi olaydı. Sağ ol, sağ ol. Sağ ol. Can sağ ol. Yaxşıdır, ancaq şuluğu olmasın. Onda kənd toyunda da şuluq olur da. Hər yerdə olmalı. Şəhərdə də olur. Hə də, ancaq. Amma hansı yaxşıdır biz deyirik. Mən də deyirəm ki, hər yer yaxşıdır, ancaq şuluğu olmasın. İndi
inşallah. Həqiqətən də bax bu sözünlə, bu cavabınla tamaşaçılara belə necə deyərlər, yerli yerində bir baba kimi Allah'tan sağ ol. cavab vermiş və mesaj vermiş oldun. Ben Sana halal olsun. cevap verdim. Yox. Bax əlaçı, bax belə də göstərirəm, əlaçı. Sağ ol. Sağ ol, əksik olma. Allah'ım Allah. Sağ ol. Salam əleykum. Aleyküm selam və rəhmətullahu bərəkat. Dalcı da dinən 5 də artıq. Gedəndə aparaq. 15 artı Gedəndə apararıq. aparatur. Sağ ol. Bakıya qədər ancaq çatar. Hə, bunlar Ağsaqqal. bilir. Ad Bəli, nədir? Bəli, Üskürin. Kərbəlayı 8 dəfə. Məşəd, Kərbəlayı, Livan, Suriyə, Medinə. Həccə getməmişəm. Ha, niyə? Ya o mənlikdədir. Nəşə? Çünki onun istoriyası böyükdür. Ha, yaxşı. Hə, Çox belə getməyə dibinə qədər, çünki mənim sualım tamam fərqlidir. bəli. Gəl suallı cavab var. Kərbəlayı, Bəli. Abbasqulu bəyin nazınca çox oynayırsan ha. Ha. Abbasqulu bəyin nazı ilə çox oynayır ya, Kərbəlayı. Abbasqulu bəyin nazı ilə mən oynamıram. Yaxşı, yaxşı. Kinodakı Kərbəlayı oynayır. Kənd toyu yaxşıdır, yoxsa şəhər toyu? O da kəndə can qurban. Ha, niyə? O da şəhər qat-qarışıqdır. Bura kətdə heç olmasa biraz müsəlmançılıq qalıb. Ha. Hələ ona görə. Orada kim nə havaya oynayır bilinmir. Harda? Şəhərdə. Şəhərdə qarışıqdır da. 72 millət yox, bəlkə 172 millət yaşayır orada. Mərdəkan hələ öz millətidir, hələ dədə-babadan qalmış. Bir də qaçqınlardır. Yola veririk yolları, hamı üçün şərait yaratmışıq. Hamısı da əla, bizdən artıq yaşayır. Qaçqınlar üçün. Maşallah. Çünki qonaqpərvərsiniz. Bəli, çörək veririk biz. Çünki hər kəs öz mərifətini göstərməlidir. Mütləq bizim qanımızdadır bu dədə-baba ilə. Gələn qonağa həmişə döşümüz üstə, gözümüz üstə hörmətlə, canla, başla saxlamışıq. Bəs toyda necə? Palatka toyunda. Toylarda da palatlı da olur, belə restoran toyu da olur. Pullular restorana gedir, kasıb-kusublar palatada. Amma qurban olum. Qurban olur elə kənd əhlinə, Kənd toyuna. kənd toyuna, kənd əhlinə. Kənd toyuna gedəndə Kərbəlayı necə qarşılayırlar? Əla, yuxarı baş mənimdir də. 70 yaşım var, hələ bir yerimdən şikayətim yox. Belə gedirsən, belə. Necə? Belə. Hə, la belə. O saat deyirlər ki, Kərbəlayı buyur. Mənim paxotkam divizya ilə belədir. Sənə qurban. Hə. Halaldır, sənə özü bölüm. Təbrik edirik, fəxr edirik səninlə ki, soğuqda, yağışda, zatda da gezirsən küçələri. Nə edirəm? Küçələri gəzib nə edirəm? Bax necə baxırsınız? Bu işə bizi baxır, bilməyənlərin başına ağır gedir, bilməyənlər də ki, öyrənir. Nə öyrənirlər? Sən öyrənsinlər ki, mədəniyyət nə olan şeydir, qabiliyyət nə olan, bölgə hürmət necə müzazət eləmək lazımdır, hürmət lazımdır. Qocalarımızın əlindən tutmalıydı, hürmət eləməli, maşına minəndə görürsən, saqqal minir maşına, dur ayağa bölgə hürmət elə. Müəllimlərimiz bizə belə dərs veriblər ki, böyükləri, harada gör, böyükləri hürmət eləmək lazımdır. İnsan böyüksüz yaşaya bilməz axı.
Allah da böyüksüz eləməsin. Adınız nədir? Mənim Nazim. Nazım ki, biz bunu verə bilirik inşallah. Allahın köməkliyi ilə ki, gedə-gedə məsələn indi Allaha şükür ki, qabiliyyətimiz, mədəniyyətimiz bizim yüksəkdir. Hamısından da yüksəkdir. Görsən ki, hər bir şeydə biz qanun, Allah prezidentimizə də tanısa, hər bir şeyi muzikaya, elmə, sənətə, hər bir şeyə şərait yaradıb idmana, mədəniyyətə. Amin. Yaxşı, hamısı yaxşı olsun. Amma bizim sualımız belədir. Nazım kişi, bax, biraz əvvəl soruşduq baba kişiyə də. Şəhər toyu yaxşı, yoxsa kənd toyu? Kənd toyu. Kənd toyudan iyi gəlir. Nanə iyi, reyhan iyi. Toyxanaları sulayırlar, iyi gəlir. Görsən çalançının özü ayaqyalın gəlir, toyda oturur, çalır, sənin üçün ləzzət eləyir. Hindikilər, müğənnilər istinni, mistinni giyini sıxmır özünü. Allah Eşref Zadanı rəhmət eləsin. Ayaqyalın toyu gəlirdi, çalırdı kənd toylarında. Onun pastayan ispi soxu vardı. 1 aylıq, 2 aylıq toylarda onun ispi soxu vardı ki, bütün toyları bu eləməli. Çünki toylara getmək indi bunda ispi soxdu belə idi və türkümüz burada qiymət yoxdur. Kənd toyudur. Girirdi, nananın, nireyhanın iyi gəlirdi. Parça bozbaş bir yandan, aş bir yandan. Aşdı ki, pilo şah aşıdır da. İndikilərdən o şəhər toyuyla nə iyi gəlir? Şəhər toyuna heç nə. Biraz onun mədəniyyəti... Məsələsi nə iyi gəlir? Yox, onu hələ düzəldir, onu qırmızıdır, göy eləyir, göydə ağ eləyir, onu ki, video fosonu olsun ki, gələn cəmaatın qabağını ki, o özü üçün də. Nazım kişi neçə ildir buradadır? Nazım kişinin 67 yaşı var. Doğulandan da buradadır. Bəli. Baba kişi kimi burada da öləcəksiniz. Vətənimdə, vətəni sevməyən insan... Allah qoysa, inşallah, inşallah. Siz şəhər toyuna getmisiniz? Getmək də mümkün olsa da getmərəm mən. Çağırıblar, getmisiniz yoxsa yox? Getməmişəm. Uşaqlarım indi cavandır, uzaqdır, gediblər. Onları göndərirsiniz? Göndərirəm mən. Amma çağırsalar ki, belə desələr ki, qurban olum Nazım kişi, Qurbanın sən gəl, adam desələr. Adam kəndində duz çörək yesə yaxşıdır, kim gedib burada bal çörək yesin. Sənə kimi keçmişinə belə bağlı insanlar min olsun inşallah ki, bu adət-ənənəni yaşasın, ağsaqqallarla bir yerdə. Uzaqdan bildim ki, babam güləşçi olub. Ay sağ ol. Çünki oy balaca ayaqlar əyri, qulaq sınıq. Keçmişəm o yolları bilirəm. Necəsiz? Sağ olun belə. Adınız nədir? Adım Şahid. Qulluq sahibi olun. Mən ancaq Şahid müəllim. hə, Şahid. Şahid müəllim. Bəli. İndi güləşib eləmirsiniz? İndi yox. Haca. Gəlir. Gələrik. Yox, bir dəqiqə. Şahid müəllimlə işimiz var. Buyur. Kənd toyu yaxşıdır, şəhər toyu. Kənd toyu. Niyə kənd toyu? Kənd toyu belədir ki, ağlı başda hamı özüdür. Yığışırlar, qovur, məğribə, dostlaşdı, hamısı toy eləyirdi. Bərəkət var. Bəli. Şəhər toyuna getmisiniz? Çox. Belə müqayisə eləyəndə hansı ləzzət eləyib? Kənd toyu. Bəs şəhər toyunda ay belə lampalar, işıqlar, nə bilim. Səs ağız yəni qulaq eşitmir, nə yedi bilmirsən, nə edirsən, nə eləmirsən. Hörmət yox, izzət Səs yox. ki, olanlar burada bilirsən ki, böyükçüsü var, nə var, nə yox. Allah canınızı sağ eləsin. Allah versin. Ancaq yəni qurban olum nəyə? Kəndə. Sağ ol. Sağ ol. Hörmətli tamaşaçılar, şahidi oldunuz da bütün cavabların. Kənd toyuna qurban olum deyirlər. Valla, həqiqətən də duz çörək bərəkət elə oradadır ki, orada. Çünki buna başqa alternativ və ya başqa bir bənd cavab söyləmək mənə elə gəlir yersiz olardı. Nə vaxtsa keçmişimizə qaydacaq, itirdiklərimizə. Çünki əsl dəyərlərimiz, əsl şanlı keçmişimiz bax o keçmişdə yatır. Məndən olsaydı elə palatka toyu, kənd toyu yenə davam eləyərdi. Amma kim necə fikirləşir, o onun öz şəxsi fikridir. Qurban olum kənd toyuna, kənd ağsaqqallarına. Növbəti proqramda, amma başqa bir sualla görüşmək ümidi ilə deyirəm, özünüzdən müğayət olun.